Bismillahirrahmanirrahim. İzzet ve celal sahibi Allah Azze ve Celle Subhaneh kitabında kul siru fil ard, de ki onlara yer üzerine bir seyredin, çıkın bir yer üzerine gezin. Bakın görün sizden öncekilerin akıbeti nece olmuştu. Kur'an-ı Kerim ister sünne mutahhara, ister ondan sonra gelen sahbe-i kiram ve tabi'in, es-selefil umma, salihler sefere teşvik ederdiler. Bu hakta bilirsiniz çoklu faydalı məlumatlar var. Seferde edilen xeyirler ve elde görülen faydalar ve seferde olan xeyir ve bereket. İnsanın birinci zihniyatı açılır, ruhu dincəlir, şəhərin sıxıntısından, depresiyasından çıxırsan, Allah Taala'nın xəlqində təfəkkür edirsən. Burada danışma ihtiyacı yoktur. Burada her şey öz-özə danışır. Her bir ağacın yarpağı, her bir çiçeğin leçeği, təbiəti ki bu möhtəşəm həşəratın ve quşların ansambl səsi, möhtəşəm. Yani subhanallah, insanın ruhu dincəlir, insanın zihni açılır, insan Allah Azze ve Celle'ni daha yakından dərk eləyir. Necə Allah Azze ve Celle buyurur ki inne fi halqis semavati vel ardı vaktilafil leyli ven nehari le ayat. Şüphesiz ki yerlerin ve göğlerin yaratılışında, gece ile gündüzün değişmesinde sizin için açık nişaneler, açık alametler, ayetler var. Vallahi insan hakikaten çıkanda, hemçin birisi ki seferde fürsətdir sizin için. Misafirin duası əsla müstəcəbdir. Ola bilsin ki şəhərdə edə bilmədiyinizi burada elə bilərsiniz. Ola bilsin insan gece namazına məhrumdur. Təheccüdən pay yoktur. Seferde alınır bu. Əlaqsüz elhamdülillah online dünyasından, internet ve Wi-Fi dünyasını qopanda lap möhtəşəm olur. Və bilən nəhayət ki bir xəlvət, bir ünsiyyət fürsəti əldə edirsə və bu yalnız səfərdə mümkündür. Əlaqsüz belə bir yerdə, belə bir təbiətdə subhanallah və insan sefere çıxanda həqiqətən ruhu da dincəlir, qəlbi də dincəlir, bədən də dincəlir, maşallah, zehniyyəti də dincəlir, yorğunluğu da gedir və nə gözəl olar ki insan səfərdəki olan fürsətlərdən istifadə eləyər və Allah Azze ve Celle'nin yarattığı bu möhtəşəm sanat əsəri, bir bunu tədəbbür ilə, təəmmül ilə. Biz çox qəribəyik vallahi. Bir rassamın katan üzərində peyzaj çəkmə tablosunu görəndə deyirik, ay Allah, yarattı, yarattı. Yaratan o değil, o sadece o təsvir edir, ondan bura keçirilir. Sen baxanda görəndə ki o yağlı boyalarla katan üzərində təbiəti necə nəql eləyə bilir katana? Onun nəql etdiyi həqiqətdə olan musavvur, həqiqi təsvir edən musavvur, el-Xaliqin yarattığının onda bir hissəsi də elə xəbərin var. Sen bu ressamın el işine heyran olursan, ateist ola, deist ola, böyle ressam yoktur. Bəs kör gözler görmür mü bunu? Allahu Akbar. Her bir leşek, her bir çiçek, her bir yarpak işlenleyip ayrı-ayrı. Yarpağın üzerindeki damarları, içindeki onun mayesi, suyu, nefesi, teri, südü. Ressam hiç onu da verebilmir. Ressam mehi verebilmir, küləyə verebilmir. Hardasa renklerle, boyalarla, yani temperaturun ahengine verebilir. Oradaki en dahi ressamlar. Bunu görürsen ve bunu sen böyük şey sayarsan, doğrudan da böyük şeydir. Çünkü bu da Allah Teala'nın nişanelerindendir. Allah Azze ve Celle öz sıfatlarından Adem'e verir. Biz de Adem'in evlatlarıyıq. Bizde de musavvur sıfatı var. Biz de suret verebilirik. Ve bakırsan görürsen ki subhanallah, yağlı boyalar vasitəsilə görürsen ki Praga gecelerinin yağmurlu küçəsinin obrazını verib bize. Bu rəssam yağlı boyalarla bu yağışlı küçənin əsər verdi obrazını. Və sən o kişinin içindən keçəndə demirdin, bu nədir bəs belə? Yəni orijinalı qoyursunuz, dublikat A variantından ağzınız açıq qalır. Ayət axtarırsınız, ona görə Məkkə müşrikləri gəldilər, dedi ki, ya Muhammed, İstəyirsən biz səni təsdiq eləyək, sən iman edək, Rabbinə dinək ki, bizə açıq nişanə versin. Onlar neynəmək istədilər? Salihin gömü kimi açıq xariqə istədilər, yəni dağ yarılsın, nəsə dağdan, dağ boyda dəvə çıxsın, yəni xariqə istədilər. Amma Allah Azze ve Celle o xariqaları bundan öncə fürsət olaraq vermişdi. Bilirdi ki, onlar yalancıdırlar və iman etməyəcəklər və təkzib edəcəklər və peyğəmbərləri də öldürəcəklər, onların möcüzələrini məhv edəcəklər. Allah Teala bunu bilir. Allah Teala sonuncu peyğəmbərə bu fürsəti onlar üçün vermədi. Nə dedi? Muhammed de ki onlara, əgər onlar doğrudan da ayət, sənin haqq peyğəmbər, haqq ilə göndərilmiş peyğəmbər olmasının nişanəsini istəyirlərsə,
Ne deyir? وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ Yer üzerinde elə bir heyvan yoktur ki وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ Göy üzerinde kanat çırpan elə bir kuş yoktur. Yer üzerinde olan hele bir həşərat, hele bir sürünen, hele bir məxluqat yoktur. Denizde elə bir heyvan yoktur ki onların her biri sizin kimi ümmətlərdir. Yani onların da öz dili var, onların da öz memleketi var, onların da öz diyarı var, onların da öz ruzulanma vakti var. Ne nişan aktarırsınız? Bu nişaneleri görmeyenler söylese hansı nişane fayda verir? Zaten sizden önceki ümmetler peygamberlerden harika istediler. Harikaları yardım onlar için mucizeler gösterdim, hamısını tekzip elediler. Ya Muhammed'deki budur onların mucizeleri. Burada aktarsına mucize. وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ Allahu Ekber. Oradan hakikaten وَكَأَيِّ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ Allah Teala'nın nişaneleri her yandadır. Köyde, yerde, tabiatta, göyle yerin arasında her yanda. Onlar onun yanından yan geçerler. Görmezden. Ne göre? Çünkü kalpler lahin ve gafildir. Kalpler kördür. Aslında kör olan başın üzerindeki olan gözler değil. Kör olan kalpteki olan gözdür. O görmür. Kulaklar, onların gözleri var ama görmür. Neyi? Hakkı, hakikati. Onların kulakları var, eşitmir. Onların kalbi var ama derk eləmir. Neyi? Hakkı, hakikati. Möcüze aktarırlar. Möcüze değil. Bak bu saçı ben oturmuşam. Bak bura çaydı. Bu da yarğandı. Yani bu kanunu kim koyup ki? Bu sabitli, ben onun üstüne otururam. Normalde ben bunun içine çöküp yerin altına gidebilirdim ve bir de o palçıklı gilin içinde məhv olardım. Yani bu özü de, bu nizamname özü de bir Allah Teala'nın alametidir ki bu möhkemdir, direktir, sabittir, üstünde oturan ve bu da kifayet kadar güçlü bir çaydır. O oradan gelir, yarğanı toxunmur, her şey yerinde sabit, ağaclar yerinde sabit, nece var elə də illərlə də axır. Allahu Ekber. Sen elədin bunu. Bu hamısı nişanelerdir. Qayalar. Her an birazdan inşallah Laçın dağlarını inşallah sizin için çekeceğiz. İsmet olsa. Görün Laçında nece dağlar var. Şuşada nece dağlar var. Nece təbiət var. Yenə də Allah Azze ve Celle canlı sağ eləsin. Buranı fəth elən Fatihin ve müzəffər ordusunun, onun xalqının canlı sağ eləsin. Yani bizim hamımızın. Ve atasına rahmet eləsin, anasına rahmet eləsin. Ya Rabbil Alemin. Vallahi teşekkür layıktır. Hâdâ ve sallallahu ve sellem ala nebine Muhammed ve ala âlihi ve sahbihi ecmaîn.